gördük hər birinizi. Biz bugün sizlə İngiltərə 11-16-cı əsrlərdə mövzu izahına baxacağıq. İlk öncə baxırıq Avropanın xəritəsinə. Avropanın xəritəsində İngiltərə harda yerləşir? İngiltərənin yerinə baxırıq, görürsünüz. Baxın, bu ərazi İngiltərə ərazisidir. Yəni Avropadan üstə, Avropanın üst hissəsində demək yerləşir İngiltərə. Biz bugün sizlə məhz İngiltərənin 11-ci əsrdən başlayaraq 16-cı əsrə qədər davam edən tarixi dövrünə nəzər yetirəcəyik. Digər dövlətlərdə bir Avropa xəritəsinə bu dövrdə 17-ci yüzillikdə nəzər yetirsək, burada bilirsiniz ki, Portuqaliya yerləşir, burada İspaniya, Fransa, Almaniya, yəni Müqəddəs Roma İmperiyası, daha sonra Respospolita və belə gedir Rusiya ərazisinə. Aşağı hissədə bilirsiniz ki, İtaliya yerləşir, bunlar İtaliya şəhərləridir və bu ərazidə isə Osmanlı İmperiyası yerləşir. İndi isə başlayaq İngiltərə mövzusuna. Aha, indi isə İngiltərə mövzusuna daha yaxından baxaq. Demək, bilirik ki, 5-ci əsrin əvvəllərində Anglo-Saks tayfaları gələrək İngiltərədə krallıq yaratmışlar. 7 dənə krallıq. Daha sonra 9-cu əsrdə bura gələn Vikinglər məhz Anglo-Sakslarla qaynayıb qarışaraq İngilislər adlanmışlar. İngilislər. Daha sonra 9-cu əsrdə vahid İngiliz krallığı yaranmışdır. Vahid İngiliz krallığı yaranmışdır. Demək, bu Vikinglər, daha doğrusu Normanlar şimal adamlarıydılar və bunlar Fransanın şimalına gəlmişdilər və burada Fransa hökümdarı bunlara mülk verərək onlar burada məskunlaşmışlar və burada Normandiya hersoqluğunu yaratmışlar. Normandiya hersoqu da kim idi? Bu dövrdə birinci Wilhelm idi. Demək, İngiliz kralı öləndən sonra birinci Wilhelm, Normandiya hersoqu, İngiltərənin taxt tacı uğrunda mübarizəyə başlayır və özünü İngiltərənin qohumu, yəni kralının qohumu kimi təqdim edərək deyir ki, yəni bu taxt tacda mənim varislik hüququm var. Və beləliklə də 1066-cı ildə Normanlar İngiltərəyə hücum edirlər və bunlar arasında Hastings döyüşü baş verir. Hastings döyüşündə Normanlar hiylə işlədərək qalib gəlirlər və Normandiya hersoqu olan Wilhelm Londona daxil olur, İngiltərə taxtında əyləşir və özünü İngilis kralı elan edir və bütün İngiltərə mülkü, kralın mülkü elan olunur. Həmçinin şəhərlər və digər torpaqlar da hamısı İngiltərə kralının mülkü hesab olunur və yararlı torpaqların 7-də 1 hissəsini özündə saxlayaraq vassalları arasında paylamışdır və hər bir feodal Wilhelmə sadiqlik andı içməliydi. Üstəgəl, İngiltərədə mülki və kilsə idarəçiliyində olan yerli nümayəndələr məhz Normanlarla əvəz olunmuşdur. Həmçinin onu da vurğulayım ki, Wilhelmin dövründə İngiltərədə əhali və onların əmlakı siyahıya alınmışdır. Və İngiltərə, yəni Normanların İngiltərə hücumu ilə bunun həm siyasi, həm də sosial-iqtisadi nəticələri olmuşdur. Məsələn, biz bunun siyasi nəticələrinə baxsaq görərik ki, İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyulur. Ümumiyyətlə, biz 1066-cı ildən götürürük ki, İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyulmuşdur. Daha sonra feodal, daha doğrusu kralın hakimiyyəti güclənmişdir və ölkədə siyasi birlik möhkəmlənmişdir. Bu oldu Normanların bura hücumunun siyasi nəticələri. Sosial-iqtisadi nəticələrinə baxsaq görərik ki, feodallaşma prosesi başa çatdı. Həmçinin daxili və xarici ticarət genişləndi və kəndlilər təhkimli halına salındılar. Çünki biz vurğuladıq ki, Wilhelm burada əhalini siyahıya almışdı. Əhalini və əmlakını siyahıya alması onların təhkimçiliyini daha da artırmışdı. Hətta bu siyahı
Avropada keçirilən ilk siyahıya alma idi. Daha sonra biz burada baxacağıq ki, 2-ci Henrikin dövrünə. Demək, İngiltərədə 2-ci Henrikdən danışaq. 2-ci Henrikin dövründə İngiltərədə məhz kral hakimiyyəti güclənmişdir. Həmçinin bunun hakimiyyət illərinə də baxsaq 1154-dən 1189-cu ilə qədər hakimiyyətdə olmuşdur. 2-ci Henrikin dövründə kral hakimiyyəti güclənmişdir və Fransanın bir sıra mülkləri ingilislərin əlinə keçmişdir. Həmçinin 2-ci Henri kral hakimiyyətini gücləndirmək üçün bir sıra islahatlar keçirmişdir. Məsələn, məhkəmə islahatı, məhkəmə islahatından sonra demək, hərbi islahat və kilsə islahatı keçirmişdir. Məhkəmə islahatına görə hər bir azad adam müəyyən ödəniş müqabilində kral məhkəməsinə müraciət edə bilərdi və kral məhkəməsində iş icraçılar tərəfindən həyata keçirilirdi və kral məhkəməsi ali məhkəmə rolunu oynayırdı. Hərbi islahatına baxsaq, hər bir azad adam müəyyən silaha malik olmalıydı və kral çağırdığı zaman döyüşdə iştirak etməliydi və feodalların hərbi xidmət müddəti azaldılmışdı və həmin o azaldılmış hərbi xidmət müqabilində və yaxud da ki, tamamilə getməmək əvəzində bunlar qalxan pulu ödəməli idilər və həmin bu qalxan pulu hesabına kral muzlu cəngavərlərdən ibarət ordu saxlayırdı və bu da kralın baron qoşunlarının asıllığını azaltmışdı. Daha sonra 2-ci Henrikin kilsə islahatına baxsaq görərik ki, kilsə üzərində kralın nəzarətini gücləndirmək istəyirdi, lakin ictimai narazılıq baxımından bu baş tutmamışdı. Bəli, bu da oldu 2-ci Henrikin dövləti gücləndirmək üçün gördüyü islahatlar. Ona görə də 2-ci Henrikin dövründə məhz kral hakimiyyəti güclənmişdir. Bundan sonra biz baxacağıq 13-cü əsrdə İngiltərənin Fransa ilə apardığı müharibələr böyük vəsait tələb edirdi və bunun da ödəmək üçün kilsə üzərinə vergilər qoyulurdu, əhalindən alınan vergilər artırılırdı və bu da əhalinin narazılığına səbəb olurdu və təbii ki, kralın kilsə işlərinə qarışması da papanın xoşuna gəlməmişdi və beləliklə də papa ilə kral arasında münaqişə baş vermişdi. Və həmin bu münaqişə zamanı papa kralı bütün deyək ki, hüquqlarından məhrum etmək haqqında fərman vermişdir. Və belə olduqda kral təbələrin üsyanından qorxaraq özünü papanın vassalı elan etmişdir. Və belə olduqda cəngavərlər, iri şəhərlər və feodallar üsyan qaldırdılar. Üsyan nəticəsində kral məcbur oldu ki, 1215-ci ildə Azadlıqlar Xartiyasını imzalasın. Azadlıq haqqında xartiyaya baxsaq görərik ki, burada iri feodallara geniş hüquqlar verirdi, cəngavərlərə, şəhərlilər və xırda kəndlərə isə məhdud hüquqlar verilmişdi. Həmçinin şəhərlilərin hüquqları da, demək, azadlıqları da qəbul olunmuşdu. Daha sonra kral müəyyən ediləndən artıq vergi ala bilməzdi. Həmçinin buradakı cəzalar və cərimələr də azaldılmışdı. Lakin kral bu sənəddə olanların heç birinə əməl etmədi və beləliklə də bunlar arasında yenidən münaqişə baş verdi və 1265-ci ildə İngiltərədə ilk dəfə parlament çağırıldı. Parlament ilk dəfə İngiltərədə çağırılmışdı və 1265-ci ildə. Bəs parlamentdə kimlər təmsil olunurdu? İri ruhanilər, feodallar, cəngavərlər, şəhərlilər təmsil olunurdu. Kəndlilər isə parlamentdə təmsil olunmurdu. Parlament məhz vergilər təyin etmə hüququ var idi. Yəni, kral yeni vergilər təyin edən zaman parlamentlə məsləhətləşməliydi. Lakin 14-cü əsrdən parlament artıq qanunların verilməsində də iştirak etmə hüququ qazanmışdı. Daha sonra biz burada baxacağıq
Avropada 14-cü əsrdə və bu veba epidemiyası nəticəsində Avropa, həmçinin İngiltərə öz əhalisinin 1/4-ni itirmişdi və beləliklə burada işçi qıtlığı yaranmışdı. Kral isə burada yeni bir qanun verir ki, 12-60 yaş aralığındakı bütün adamlar aşağı əmək haqqı ilə işləməyə məcbur olsunlar. Və buna yerinə yetirməyənlər isə ağır cəzalara məhkum olunurdu. Və beləliklə də bu əhalinin narazılığına səbəb olmuşdu, hətta üsyanlara səbəb olmuşdu. Hətta burada buna qarşı çıxan Robin Hood haqqında rəvayətlər də yaranmışdı. Daha sonra biz baxacağıq 1381-ci ildə Wat Tyler'in başçılığı ilə üsyanı. Wat Tyler üsyanı başlayır 1381-ci ildə. Hətta bu 100 illik müharibə dövründəki üsyanı, yəni 100 illik müharibə dövründə Fransada bilirsiniz ki, Jaklar üsyanı baş vermişdi 1358-də, İngiltərədə isə Wat Tyler üsyanı baş vermişdi. Və Wat Tyler üsyanında bunların üsyançılarının tələbləri var idi. Kralla görüşən üsyançılar, yəni Wat Tyler, xeyirxah kral arzusundaydılar. Təbii ki, Jaklarda olduğu kimi kralla görüşmüşlər və öz tələblərini ona bildirmişlər. Bəs bunların tələbi nə idi? Təhkimçiliyin və biyanın ləğv olunması, həmçinin vergilərin azaldılması idi. Təbii ki, kral bu şərtləri qəbul etdiyini bildirir, lakin hiləyə əl atır, üsyanı yatırır və bu tələblərin heç birini yerinə yetirir. Wat Tyler üsyanı yatırılır, lakin nəticəsiz qalmır. Amansız qanunlar yumuşaldılır, həmçinin kəndlərin təhkimçilikdən azad olunması sürətlənir və vergilər də azaldılır. Daha sonra biz burada baxacağıq Al Qızılgül və Ağ Qızılgül müharibələrində. Demək, bu müharibələrin səbəbi təbii ki, hakimiyyəti gəlmə yolundaydı. 1455-1485-ci illərdə Al Qızılgül və Ağ Qızılgül müharibələri baş vermişdir. Və həmin bu müharibədə Tudorlar sülaləsindən olan 7-ci Henrik Tudor qalib gəlmişdir. Və 7-ci Henrik Tudor hakimiyyətə gəldikdən sonra burada feodallara qarşı mübarizə aparır, hətta onların hərbi dəstələrini ləğv edir ki, ara müharibələrinə son qoysun. Bundan sonra demək, bu orta təbəqənin və zərdəganların üzərinə az vergi qoyaraq onları da öz tərəfinə çəkməyi başarmışdır. Və 7-ci Henrikin dövründə artıq mütləq monarxiyanın yaranması başlanmışdır. Daha sonra biz burada baxacağıq. İngiltərədə bilirik ki, bu Normanların gəlişi ilə, bir də Normanların fransız və latin dillərində danışırdılar deyə. İngiltərədə bu dövrdə belə deyək, danışıq dili ingilis dili idi. Ancaq rəsmi dil olaraq fransız və latin dillərindən istifadə edirdilər. Daha sonra biz burada baxacağıq. Tudorların sonuncu nümayəndəsi olan Yelizaveta'nın dövrünə. Yelizaveta hakimiyyətdə olmuşdu 1558-dən 1603-cü ilə qədər. Yelizaveta'nın dövrü iqtisadi cəhətdən o həyata keçirdiyi siyasət adlanırdı proteksionizm siyasəti. Yəni, yerli ticarəti himayə edirdi. Həmçinin iqtisadiyyatı, yerli iqtisadiyyat və ticarətin himayə edilməsi proteksionizm siyasəti adlanır və İngilis mallarının xarica çıxarılması üçün şərait yaradırdı. Bu dövrdə də İngiltərənin dənizlərdə və müstəmləkələr uğrunda ən güclü rəqibi İspaniya idi. Hətta Yelizaveta dəniz quldurlarını müdafiə edərək, dəniz quldurları İspaniyanın Amerikaya gedən gəmilərini qarət edirdi, dənizdə batırırdı və s. Və İspaniya ilə İngiltərə arasında 1588-ci ildə döyüş baş vermişdi. Və həmin döyüş nəticəsində İngilislər İspanların məğlub edilməz armada adlandırdıqları dəniz donanmasını məğlub etmişlər və bundan sonra dənizlərdə
hegemonluq bunların əlinə keçmişdi. Həmçinin Yelizaveta'nın məqsədi məhz Amerikada koloniyalar salmaq idi. Ona görə də buna bir neçə səfər yürüşlər edilmişdi və deyək ki, oradan kartof və tütün də gətirilərək onun İngiltərədə inkişafına başlanmışdı. Və Tudorlar sülaləsi 1603-cü ilə qədər hakimiyyətdə olmuşdu. 1603-cü ildən isə artıq İngiltərədə yeni bir sülalə olan Stuartlar sülaləsi hakimiyyətə gələcək. Demək, əziz dinləyicilər, biz bugün sizlə İngiltərə mövzusu 11-16-cı illərə nəzər yetirdik.